Üçüncü qruplar, bu video sizə özəl bir videodur. Həm tövsiyə, həm də maraqlı bir proqram təqdim edəcəm sizə. İstəyənlər faydalana bilərlər. Bismillah, səhifəmizi izləyin, getdik. Deməli, sizə bəzi mövzular deyəcəm ki, həmin mövzuları möhkəmləndirsəz, sizin ümumi dil qaydaları, vəziyyətiniz yaxşı olacaq. Mətnlərə mən baxdım, buraxılış mətnlərinə. Elə bilirəm ki, oradan o mətnlərdən baş çıxara bilərsiniz. Yəni, çünki buraxılış mətnləri model mətnlərdən yumuşaq olur, rahat olur. Ona görə əminəm ki, oradan baş çıxaracaqsınız. Amma buraxılış dil qaydaları biraz qarşı olur. Çünki orada imkanlar geniş deyil. 10 suala, deməli 30'a yaxın mövzunu 10 suala sığdırmaq lazımdır. Ona görə neyindirlər? Cümlələr şəklində verirlər və cümlənin içində səndən sifət də soruşur, zərf də soruşur, feil də soruşur, hər şey soruşur. Və bəlli mövzular deyəcəm ki, həmin mövzuları möhkəmlət ki, buraxılışda və xüsusən də blokda vəziyyətin daha qəşəng olsun. Günü bu gündən aç həmin mövzuları işlə. Bir, tərkibinə görə təhlil nümunələri. Aç çoxlu, qəşəng işlə bu mövzuları. Yəni, bu möhtəşəm bir şeydir. Bunu işləməsən getməyəcək, bunu işləməlisən. Tərkibinə görə təhlil biləndən sonra artıq sözün nədən yarandığın, təhlili, hətta feilin qrammatik mənası hər yerdə sənə lazım olacaq. Bir, İki mütləq frazeoloji birləşmələr həm mətnin içində qarşılığı müəyyən edən zaman, həm də belə adi dil qaydası sualı kimi düşə bilir. Bundan əlavə, aç bütün əsas nitq hissələrinin sonunda var morfoloji xüsusiyyətlər, isminin, sifətin, sayının, zərfin, feilin morfoloji xüsusiyyətlərin mütləq hər birini işlə. Hər birini işləməyə vaxtın yoxdursa sonundan 20 dənə, 30 dənə mütləq işlə. Sonra aç, morfoloji təhlil hissəsi var. Bunu mütləq ümumi nitq hissələri, morfoloji xüsusiyyətləri, bunu işlə ümumini. Və daha sonra sintaktik təhlil, sən bacardığın qədər çoxlu sintaktik təhlil etməlisən. Və sintaktik təhlil zamanında xüsusən fikir verməsən, məsdər, feili bağlama tərkiblərinə, söz birləşmələrinə, ismi birləşmələrə və yaxud təyini söz birləşmələrinə, qeyri-təyini birləşmələrə bax, təhlil zamanı bunlar sizə fayda olur. Məsələn, Əli əlində qələm gəldi, necə gəldi əlində qələm. Bax, belə suallar sizə düşə bilir, sintaktik təhlildən söhbət gedir. Sonra həmcinsdir, əlavədir və baş və budaq cümlədir ki, bunlar da olmazsa olmazlar. Sonra durğu şeyləri, bu rahat da durğu ilə bağlı mən sizə bir videoda təqdim edə bilərəm. Bu arada bizim ola bilər sənə bunları etməyə vaxtın yoxdur, hamısı ağır gəlir. Sən bizim sınaq qrupumuza qoşula bilərsən. Sırf 3-cü qruplara özəl, aylıq cəmi deməli, bir fən üçün 15 manatdır, amma 2 fən bir yerdə qoşulma olur. Azərbaycan və ədəbiyyat. Hər gün sınaq işləyirsən, hər gün bir dənə mini, balaca sınaq. Və sınaq atılır, dalicanı izah, sınaq izah, sınaq izah. Bu şəkildə davam edirik. Mətn filan atmırıq oraya, çünki bu 3-cü qrup sınağıdır. Ora mətn atmağın nə mənası var? Mətn olsa o bir qruplarda işlədirik. Lazım olsa əlavə canlıya da qoşarıq. Sonra istəsiniz buraxışdan sonra keçərsiniz bizim sırf blok sürət qrupumuza. Məsləhət ki, həmin bu deməli qiyməti cəmi 30 manatdır. Amma 2 fən Azərbaycan ədəbiyyat bir yer, 2 fən bir yerdir. Yəni sənə 350 bal verən fənlərdən söhbət gedir. Və qoşulursan bu qrupa, yəni ödənişini elədin, hər gün bir dənə sınaq izahına biri. Aç hər gün birini işlə. İstəyirsən qoy yığılsın, qalsın, ikisinin üçün birdən işlə. Bax, o sınaq sana o qədər çox verəcək. Çünki mən ora, yəni biz ora elə sınaqlar seçib yığırıq ki, bax, sual var ki, məsələn, toplunu açırsan, nədir sual? İsimlədir, ismin halını mənədir. Buraxılışda və yaxud blokda ismin halını mənədir sual düşmür. Cümlə verir, cümlənin içində ismin halı da var, sifətin dərəcəsi var, əvəzi mənim növü də var, feilin qrammatik mənim növü də, hər şey var. Bax, elə suallar işləməlisin. Ona görə bu suallarla ancaq xilas ola bilərsiniz. Yoxsa elə mövzu işləmən, mövzular arası əlaqələri işləmədən, yəni qarışıq tipli sınaqlar görmədən imtahanın içindən çıxmaq o qədər də rahat deyil. Bu arada bu qrupa qoşulmaq üçün 055 597 01 51 və ya 070 882 18 83 yazıb bizim bu qruplarımıza qoşula bilərsiniz. Yazın, mən 3-cü qrup sınaq qrupu istəyirəm. Natiq mənim dediyi 3-cü qrup sınaq qrupu dil ədəbiyyat bir yerdir. Və bu qrupa qoşulursunuz, inşallah faydasını görəcəksiniz. Bu qədər, sağ olun.